Herkese salam. Siz artıq məni shorts videolarımdan tanıyırsınız. Mən Nina. İstədim ki, artıq YouTube video formatında sizin üçün videolar çəkeyim. Harry vlog olacaq bu. Ümid edirəm ki, hamınız bəyənəcəksiniz. Ona görə də başlayın izləməyə. Bu cin şalvarımı geyinəcəm. Trend olan aldığım bu sarı köynəyi geyinəcəm. Tələsirəm, inanırsınız. YouTube videoları necə çəkirsiniz siz? Mən düşmürəm, heç demək olar ki. Bunu içinə qoyacağım. Görürsünüz ki, şalvarla eynidir, amma bunu gözəl rəng gətirəcəm indi. Gözlüyüm bir dəqiqə. Bu kombini özünə gətirən, təbii ki də, bu blazer olacaq. Bu blazeri çox bəyənirəm, çünki digər ceketlər kimi deyil də. Həm qalındır, palto kimidir, həm də çox gözəl tamamlayır. Bir dəqiqə baxın, arxasında da belə bir detayı var. Çox tələsirəm, inarsınız. Çanta olarak da Temu'dan aldığım bunu takacağım. Bence kombinim qəşəngdir. Ne deyirsiniz? Davay gidə. Abi bir şey göstereyim size. Bugün bir dəxə mən libas götürməyə gedirəm də və libas götürərkən də ona uyğunlaşdırdığım o qədər gözəl aksesuarlar var ki, Yes aksesuardan almışam. Evə gələndə açıb sizə göstərəcəm. Hətta çox qəşəngdir, möhtəşəm, mən bayıldım. Yes aksesuardan almışam. Çox əvvəldən də o səhifənin mən daim müştərisi olmuşam. İndi sizə bir qablaşdırması var. Yani bence çok səliqəlidir. Ay bunu görər-görməz aşık oldum ya kızlar, inansın. O kadar qəşəngdir ki. Ay bu mənim geyimimdə çox zərif duracaq. Bir də baxın. Gözləyin. Baxın. Bu da onun sırğalarıdır. Başıma gəlməyən qalmadı. Daisy'dən libas bron etmişdim, amma məndən əvvəl də edən var imiş və bunu mənə deməyiblər. Buna görə də 28 mayda nə qədər libas yeri varsa hər yerə getdim, denedim. Axır ki Zeynəb Məmmədova yerini tapdım. Burada geyimlər çox çeşidli idi və mən də bunu seçdim. Çox gözəl, möhtəşəm yaraşdı həqiqətən də. Sadəcə mənə çox çirkli şəkildə vermişlər. Ximçiskaya verilib dedilər, amma həqiqətən məhsul mənim əlimə gələndə çox çirkli idi. Amma mən görüntüsünü çox bəyənmişdim başlanğıcda, çünki heç xəbərim yox idi. Burada da yəni göstərirəm ki, göbək hissəsini belə bağlamaq olar. Yəni bu detallar falan mənim çox xoşuma gəldi. Nəysə, burada bron eləmişik, artıq götürdüm. İndi isə gedirəm sevgilimin kostyumunu götürməyə. Kostyumu götürdüyümüz məkansa burada həqiqətən çox gözəl çeşidlər var. Burada da yəni adi günlük və yaxud da ki toyluq olan hər bir şey var. Bizim o seçimimiz artıq qərarlı idi. Sadəcə olaraq geyinirdi və mən də burada oturub onu gözləyirəm. Həqiqətən oturmaq, gözləmək çox yorucu bir şeymiş. Wow, deyilmi? Çox qəşəngdir. Yəni geyinmək çox bəyəndim. Burada dərzi bir-iki toxunuşlar edir və bundan sonra da sizə buranın interyerini göstərirəm ki, çox qəşəngliklər də. Yəni ilk dəfədə ki belə görürəm. Nəysə aldıq. Qaynanam və onun bacısı gələcək, qonaq gələcəklər bir sözlə. Biz də onlar üçün belə bir süfrə açmışıq ki, məncə çox qəşəngdir. Həm çay süfrəsi, həm də yemək süfrəsi olacaq. Çay süfrəsini çəkə bilərəm, amma yemək süfrəsini çəkə bilməyəcəm. Çünki onlar da yəni sosial mediada görünmək istədiklərini düşünmürəm. Elə əgər yox, xoş qarşılarsa təbii ki də videodan sizə çəkib göstərəcəm. Kombinim bu şəkildədir. Cin şalvar geymişəm, ev paltarlarım olaraq. Bir də ki, sarı bir köynək geymişəm. Yəni belə. Bu bizim stolumuzun demək olar ki, və nəhayət ki qonaqlarımız gəldi. Gələndə isə bizə Azadan çox gözəl bir tort gətirdilər. Burada çayları artıq süzürəm və əslində qonaqlar burada gedibdi. Sadəcə son olaraq ortam çəkirəm. Bir də mənə belə bir hədiyyə alıblar. Təşəkkür edirəm. Ən gözəl an. Bir dəqiqə şu halda. Yemişəm kuxniyam. Dostum Səhərci gündən hər kəsə salamlar. Bu günlərdə getmişik mamaya libaslar almağa. Ağlımızda iki seçim var idi və mən dedim ki, niyə də olmasın ki, ikisini də aldıq. Herkese salam. Bu günlərim kiçik biznesdən PR paketlər gəlib. İstədim ki, iki daşın arasında sizə onları göstərim. Keçək məhsullara. Belə 3 məhsulumuz var. Hamısını bir-bir göstərirəm. İlk öncə bundan başlamaq istəyirəm. Çünki mən həqiqətən də bunu mənə belə sürpriz box kimi gəldiyini gördüm. Necə yəni? Qablaşdırmasını heç bəyənmədim. Çalışın ki, əgər kiçik biznesiniz varsa, qablaşdırmasına önəm verin. Çünki bəzi insanlar onu sizdən hədiyyə olaraq da ala bilər deyənə. Bu tip qablaşdırmada verəndə həqiqətən çox pis görünür və heç də xoş qarşılanmır. Mənə xanım demişdi ki, narahat olmayın, premiumdur bu. Amma nə premiumdur, nə A-klassı, nə orijinaldır. Çünki məndə birabir olan orijinalı var. Yəni göstərə bilərəm ki, baxın, orijinal necə olur. Burada embleması olur və etiket olur. Burada ama indi sizə göstərəcəm. Ümumiyyətlə bu Tom Ford deyil,
Tom Forddur. Yəni nədir, heç bəlli deyil özü də. Və qablaşdırması belə olmur. Onun qablaşdırması belə xüsusi bir qab olur. Bunun tamamilə heç əlaqəsi yoxdur. Nə originalla, nə Atlasla, nə premiumla. Və açıram. Baxın. Belə göstərəm sizə. Nə embleması var, nə də ki etiketi var. Heç nə. Amma parfüm iyisi qəşəng demək, qəşəng deyil. Sadəcə qalıcı heç deyil məncə. Çünki yəni, bu tərkibi yoxdur. Yəni çalışıram ki, tərkibi bilmədiyim məhsulları istifadə etməyim. Nə üzümə, nə bədənimə, nə də ki, belə parfüm olaraq. Belə yəni, mənim olarsa mən onu sizə hədiyyə edə bilərəm. İndi isə keçək digərinə. Nova Axar'dan belə bir paketləmə var ki, mən çox bəyəndim. Paketləməsini göstərəcəm sizə indi. Baxın, bu çox şirin qablaşdırmadır. Həqiqətən mən çox bəyəndim. Bir dəqiqə baxın. Zoomladım mı? Hə. Belə yeni il qutusu kimidir. Mən çox bəyəndim. Mənə dedilər ki, sizin üçün çox gözəl dərslər qoymuşuq. Ona görə də maraqlanıram. Sürpriz olacaq bu mənə. Çünki xəbərim yoxdur. Və belə bir etiket var içərisində. Not var içərisində. Əziz müştərim, bu aksiyalar sevgi ilə seçilmişdir. Hər taxtınızda özünüzü xüsusi hissedin. Təşəkkürlər. Mən buna çox bayıldım. Bu detayı hələ ki heç bir aksiya səhifəsində görməmişəm. İndi isə açıq baxaq görək nə var. Əslində buradan açılır. Sadəcə mən bu görüntünü pozmaq istəmirəm. Çünki bu qutunu belə saxlayacağım. Çünki mən həqiqətən çox xoşuma gəldi. Şirin görünür. Vau! Dolu doludur qızlar. Ne gözəl şeylər qoyubdu. Açıq bir baxaq. İlk öncə bunu açdım. Qızlar, nə gözəldir. Bir də buna baxın. Çox gözəl parıldayır. Mən çox bəyəndim. Buna baxın. Bu elə tək əldə necə də gözəl görünür. Buna baxın. Nə qəşəngdir, nə qəşəngdir. Mən çox bəyəndim. Sizə bir dənə aksar göstərmişdim. Yes, aksardan. Deyəsən mən elə bunu taxacağım. Çünki mən bunu daha çox bəyəndim. Bu qulaqda çox qəşəng görünəcək. Qızlar, düzdür. Özə bunların tənzimləməsi daha qəşəngdir. Mən bilirsiniz ki, əllərim çox incədir. Baxın. Ayda, necə də gözəl görünür qızlar. Mən bunu heç gümüşdən seçməm. Göstəreyim. Çox möhtəşəm. 10 üzərindən 10. Və keçirəm Qoç Aksara. Qoç Aksar, bilirsiniz ki, mən də Qoç bürcüyəm və düşünürəm ki, bu aksarla məni tamamlayacaq. Qutlaşdırmasını göstərdim. İndi isə paketini göstərirəm ki, həqiqətən də çox gözəldir. Yəni öz adına qədər hər şey var. Paketləməsi superdir. Paketləməyə ümumiyyətlə çox önəm verirəm. Çünki mən o səhifədən öz tanışıma filan ad gününə və yaxud da xoş gününə hədiyyə ala bilərəm. Niyə qutlaşdırması kötü olsun ki? Açırıq, baxırıq qızlar. Ay, çox qəşəngdir. Buna baxın, buna baxın. Yəni, wow. Qablaşdırması mülk. Mirvari mülk. Baxın. Belə uzundur. Kadraja sığmayacaq əminəm ki. Bunu həm belə taxmaq olar. Pencələrin üstündən. Siz nə gözəl tutacaq. Sonra pencək geyinib pencəyin üstünə belə kəmər kimi taxmaq olur. Mən özüm oradan tam göstərə bilmirəm. Bunu kəmər kimi taxmaq olar beləncinə. Və bunu sep kimi taxmaq olar. Maşallah, çox uzundur. Bir dəqiqə. Uzun olması həqiqətən çox kreativdir. Bunu biraz iri xanımlar da istifadə edə bilər deyə düşünürəm. Bir dənə baxın, gözüm tənzimliyim. Baxın. Görün nə qəşəngdir. Vaudur da, yəni bu klasik geyimlərlə belə oturacaq. Bir gün öncədən bütün qabları öz qutularından çıxardırıq. Burada isə həqiqətən vaxtımız çox gedir. Bir-bir hamısını qutularından çıxartmaq hərəsi 24 ədəd olduğuna görə bayağı zamanımız gedir. Burada mən də köməklik edirəm. Həqiqətən bir əlimdə iş, bir əlimdə telefon çəkmək çox çətin olduğuna görə telefona yan qoyub çəkdim. Burada bacı ilə köməkləşirik o qabları. Burada da biraz ortalama bir şənlik qatmağa çalışıram. Həqiqətən çox yorulmuşdum. Çünki həqiqətən bu işlər çox yorucuymuş qızlar. Və başlayıram. Görürsünüz, hələ bitmir də. Yəni stəkanlar açmaqdan artıq yoruldum. Qutular da falan göstərirəm ki, evin halı şu an belədir, yəni. Nəysə, indi keçirəm meyvə qabını çıxartmağa. Orada necə bir risk eləmişəm bilmirəm. Düşüb qırıla da bilərdi. Nəysə. Bura ki komikdir, yəni. Buradan isə qutular aparıram depoya yerləşdirməyə. Burada ən asan işi özümə götürdüm ki, otaqdan aparıram, mətbəyə yerləşdirirəm. Burada biraz yenə oynayıram. Mən həmişə kimi şənliyi qatmasam olmaz.
Ay, burada çox yorulmuşdum və dəpolmam dolmuş deyənə burada biraz videonu kəsdim. İndi keçirəm buradakı stəkanların üzərindəki stikerləri çıxartmağa. Dırnaqlarım qırılmışdı az qala. Nəysə, yenə iş başa düşür. Burada altdakı kloklarını çıxardıb qabları isə digər yerə qoymağa çalışıram ki, məncə yavaş-yavaş edirəm. Burada həqiqətən də bir tort havası yaranır. Bir dənə baxın, yəni çox gözəl görünmür sizcə də. Bunu da üstə qoymağa çalışdım, amma yox, dedim düşər, qorxdum. Nəysə. Ağır. Hələ arxa plan görsəz, wow dərsiniz, yəni o qədər. Yəni çalışıram. Bu səfər də stəkanları düzüb səqiyə qoymağa çalışıram ki, yer daha da yaxşı alan açılsın və keçirik dekorlarımın gəlməsinə. Burada mən dırnaqdan gəlmişdim və gördüm ki, mənim bütün dekorlarım gəlib. Hələ burada demişlər ki, kəpənək bir dənə olacaq, amma 2 dənəymiş, çox sevindim. Burada bəylər sağ olsunlar ki, çox gözəl quraşdırma edirlər. Burada kəpənəklərim yerləşdirilir. Əllərinə, əməyinə sağlıq, həqiqətən çox möhtəşəm görünürlər, çox gözəldilər. Və keçirik biraz mətbəxə. Biz aşpaz sifariş vermişdik. Aşpaz xanım sağ olsun burada bizim üçün salatları falan hazırlayır, edir. Mama isə burada ət qaynadır və yenə belə ortamdan çəkirəm. Xala da burada qabları yuyur. Ən çətin demək olar ki, xalaya düşübdür. Burada aşpazımız hələ də soğan doğrayır. Və biraz da keçsin bu ortamdan göstərmək ki, hələ də burada işləmlər gedir. Qapını belə etdirməyi düşünmüşdük, amma bağlanmadı deyə təəssüf ki, qaldıq. Bir də sizə son halını göstərirəm. Mən çox bəyəndim, möhtəşəm idi. Bu isə bizim ikinci otağımızda açılan süfrədir. Gənclər burada oturacaqdı ki, oturduq, çox gözəl əyləndik, çəkəcəm. Ortama fikir verməyin, onsuz da ki, sərgəli şəkildə olacaq. Belə fərqli burada qablar var idi həqiqətən də, yəni bu quzubaşı mənim həqiqətən fikrimi cəzb etdi. Bu da dasmaların içərisinə qoyulması üçündür. Məsələ burada bizə baxaraq kömək eləyir və hələ də işlərimiz bitməyib gördüyünüz kimi. Burada süni şamlardan istifadə eləmişik, çünki qorxduq ki, birdən yanma falan olar. Hələ ki, son hal budur. Burada libasımı ütüləməyə keçərkən nə qədər izli, ləkəli olduğunu görüb həqiqətən çox məyus oldum. Nəysə, burada artıq yollandıq, getdik Saharaya. İlk öncə saçımı qəşəng-qəşəng yudular. Buradan tələbəyə təşəkkür edirik və sonra tələbə mənim saçımı burada gözəl-gözəl darayır. Və Ehtiram Usta sağ olsun ki, çox gözəl, möhtəşəm bir çolka kəsilmələri etdi. Keçirik Rəisə xanımın makyajına. İlk makyaj olaraq mən başlayır burada kiprik qoymağa. Hudanın kipriklər çox gözəl idi. Həqiqətən də mən çox bəyəndim. Və başlayırıq burada makyaja. Məni burada full makyajsız görmüş ola bilərsiniz. Biraz məndən qorxa bilərsiniz, amma qorxmayın. O qədər gözəl bu arada makyaj elədi ki, mən çox bəyəndim. Demişdim ki, sadə makyaj olsun. O da həm sadə, həm də şık makyajın ortasını tutturmaq məqsədi ilə mənə gözəl bir makyaj elədi və dedim ki, zəhmət olmasa Tanal mənim üzərimdə sarılıq göstərməsin. O da çalışdı ki, mənim üzümdə sarı olmasın. Çünki bilirsiniz ki, bəzi vizajistlər üzü çox bərbad şəkildə bəzəyir. Burada Raisə xanım həqiqətən də çox gözəl makyaj elədi. Həm də biraz bəzi tüyoları ondan kapmış ola bilərəm. Və mənim üzümdə bəzi hissələr pötür-pötür qalırdı. Onun düzgün şəkildə sumuz qalması üçün əlindən gələni elədi həqiqətən də və bizə çay burada servis elədilər. Mən də biraz içirəm. Çünki həqiqətən çox acmışdım. Burada yenə məni göstərir. Videoqraf xanımımız həqiqətən də dodaqsız necə də çirkin olduğumu görürəm. Və mən biraz burada mola verdim. Çünki həqiqətən səhər tezdən getmişdik və hədsiz dərəcədə ac idim. Qarnımın qurultusundan demək olar ki, artıq utanırdım. Yəni bundan sonra da keçirik ən sonuncu hissələrə ki, son aşamalara keçirəm. Ona görə də çox sevinirdim ki, ay Allah, gedim evdə biraz tıxım. Burada da görürsünüz ki, Raisə xanım həqiqətən də ortamda yumşaldır, çox səmimi bir qadındır və çox da gözəl əl işi var. Əlinə, əməyinə sağlıq. Mən çox bəyəndim. Kiprikləri o qədər gözəl qoymuşdu ki, kiprik ümumiyyətlə mənə heç çıxmadı, gözümü batmadı, incitmədi. Burada burnum biraz yuxarı edir ki, bax, burnun deyir biraz balaca olsa daha da qəşəng olur, amma özün də gözəlsən dedi. Çox sağ olsun, təşəkkür edirəm. Burada mən eləyəcəm onsuz ki. Və burada mənə göstərən videoqraf xanımımız. Burada da dodaq kontrol edirik. Mən çox bəyəndim. Dedim biraz daha dolğun görünsün. Bu arada bu dodaq boyasını çox bəyəndim. Instagramda paylaşmışam. Gedib baxa bilərsiniz. Mütləq ki, bu rənglərdə ala bilərsiniz siz də. Çünki bu Anastasiyanın öz rənginə oxşuyur. Nude tonuna oxşuyur və həqiqətən də çox gözəldir, möhtəşəmdir. Burada aynada özümə baxıram ki, necə olmuşam. Çünki uzaqdan möhtəşəm görünür, amma yaxından baxanda bəzi çöpləri hiss etmək olur. Məsəl üçün alnımda sivilcə qalmışdı. Onu necə oradan yox eləyək deyə çox narazı qalmışdım. Amma Raisə xanım ona da bir çarə tapdı və mənim oradakı sivilcəmi yoxa çıxartdı və son halımdır canlarım. Burada isə gedirəm Ehtiram bəyin yanına və saçlarımı ona əmanət etmişəm. İnşallah ki, saçlarım çox gözəl olacağına əminəm. Və burdu, qutardı. Görün nə gözəl oldu həqiqətən saçlarım. Mən çox bəyəndim. İndi bəzi aşamalar var ki, onlar da edəcək. Mən də sizə hər anı göstərəcəm. Çox gözəl vurub bu arada. Mən çox şad oldum. Burada isə çolkalarımı, mən həqiqətən də çolkamı bu cür kəsib, bu cür buran ilk insan görürəm ki, və görürsünüz burada saçlarımın
özü də gözəl görünür. Bu hissə mənim üçün ASMR kimi bir şey demək olar ki, artıq sprey keçmişik ki, saçlarım eyni qalsın. Buna baxın, wow deyilmişsə də mən çox bəyəndim həqiqətən və burada təzədən yenə gedirik. Raysa xanımın yanına ki, çəkilişlər olsun. Ehtiram bəy bizim şəklimizi və videolarımızı çəkir. Mən çox bəyəndim həqiqətən. Evə gəldik və qızlar mənim geyməyimə kömək edirlər. Karseti bağlamaq kömək etdilər. Çox sağ olsun videoqraf xanım və bacıma. Vlogun ən maraqlı hissəsinə keçirik, yəni fotosessiya. Burada Elnur əmi sağ olsun ki, bizə kömək eləyir. Ofisiant da burada düşünür ki, mən nəyə götürəcəm? Orada həqiqətən çox qəribə görünüb. Və fotosessiya dediyim kimi davam edir. Papa ilə çəkildi, mama ilə çəkildi. Sonra gələcək bacı ilə falan çəkiləcək, tək çəkiləcək. Həqiqətən videoqraf burada özü də yoruldu ki, ay Allah nə qədər insanlar var ki, çəkilişlər olunur. Burada göstərirəm, yenə bacı ilə çəkiliş eləyirik. Burada biraz duyğulanırlar onlar, mən də duyğulandırırlar həqiqətən də. Mən heç ağlamadım bu arada, sizə onu deyim ki, baxın indi bacım burada ağlayacaq. Ay qıyamam dedim, ağlama, mən də ağlayacaqsan, amma mən heç ağlamadım həqiqətən. Burada hər kəs ağladı, gələnlər, gedənlər ağladı, bir də mən ağlamadım. Ki, niyə ağlayayım zaten? Düz deyilmi? Yəni, insan yaxşı gündə niyə ağlasın ki? Neysə, burada mama ilə papanın da bir kadını götürdük və təzəyin ata dedi ki, sizə də çəkmək istəyirəm. Yenə də burada çəkdik elədik. Sonra xalam və xalamın həyat yoldaşı Elnur əmi ilə birlikdə də çəkilişlər elədik. Burada da son olaraq uşaqlarla çəkilişimiz oldu. İşıqları falan söndürdük, getdik çünki fotosessiya bitdi. Mən də həqiqətən çox yorulmuşdum. Yorucu iş imiş. Hələ topuqlu ayaqqabı ilə vapşı yorulmuşdum. Burada da yenə mənə göstərirlər. Ay, neysə, yenə fotosessiya davam edirik. Burada isə mama ilə xalanın bir kadrlar falan götürülür. Sağ olsun ki, videoqraf xanımımız çox gözəl, təmkinli şəkildə onların şəkillərini çəkdi. Burada deyirlər ki, telefonun başqalarının əlinə keçəndə burada uşaqlar özləri üçün bir kadr götürüblər və gəldilər. Həqiqətən də burada siqnalla bir gəliş edirlər ki, çox duyğulanmışdım. Burada gözüm bəyimi axtarırdı və bəyim oradan çıxır. İlk o çəhrayı gülü götürəndi. Digər gülü götürən isə qaynımdı mənim. Və tortumu da götürüblər. Tortum biraz qırıq gəlibmiş, amma eyb yoxdur, canlar sağ olsun. Zaten ki, əsas dad idi. Burada səbirsizlənirik artıq. Mama deyir ki, sakit durun, qapını açıram, gəlir. Mən də orada qıza deyirəm ki, nə oldu, necə oldu, bir kadr götürməyə çalış, tamam mı? Neysə, qapı döyüldü, artıq gəldilər. Bəyimizin xalası gəldi və tort da gördüyünüz kimi gəldi. Qaqaşa verdilər ki, digər otağa versinlər. Ondan sonra da gözləyirik, yenə həyəcanlanırıq. Çünki onlar pilləkənlə qatıqlar üçün ekstra həyəcanlandım. Burada isə öpüşmə səhnəsidir. Pis çıxmasın. Burada həyəcanlanmışıq həqiqətən də mama, papa, mən. Və onlar da yavaş-yavaş artıq içəri addımlar. Baxın, mənim qaynanam o qədər gözəl xanımdır ki, həqiqətən həm özü, həm də ki, necə deyərlər, daxili olaraq çox gözəldir. Bu yandan çox şanslıyam. Və bəyimiz içəri girdi, mamaya gül verdi, mənə də gül verdi. Məni görüb şaşırdı, çünki mənə ilk dəfədir ki, o boyda makyajdan görürdü. Burada isə qohumlar gəldi, girdi və burada da belə gözəl xoş anlar. Yenə xonçanı qoyular mənim otağıma. Əslində otaqda olmalı değildi, salonda olmalıydı. Biraz təlaşlı oldu. Nəysə, eyb yoxdur. Burada Aysel xanım bizə əl sallayır, sağ olsun. Və mən də gülümü tutmuşam, gözləyirəm ki, onlar yerləşsin. Biz də öz yerimizə yerləşək. Əslində biz salonda keçib oturmalıydıq, həm də başda oturmalıydıq. Sadəcə bizim yerimizdə daha böyle adamlar oturmuşdu. Yəni biz artıq başqa digər otağa keçməyə məcburiyyətinə qaldıq. Burada Sarvana deyirəm ki, vlogdur, bax, əl-elə, amma utanıb çəkindiyi üçün heç bir şey də bilmir. Biz digər otağa keçirik, güllərimi yerləşdirdim. Burada Sarvana artıq ilk təmasımız, ilk danışmağımız keçir. Həqiqətən də ikimiz də birimizi çox bəyənmişdik. Bunu da dilə gətirdik. Bura dediyim kimi bizim oturacağımız yeri, yəni gənclərin oturacağı bir məkandır. Burada yenə özümü göstərirəm. Özümü göstərməkdən heç doymadım əzizim. Burada yenə başa salıram ki, bu bir vlogdur. Amma yenə də utanır. Nəysə, burada qaynatan məni istəməyə gəldi. Yəni istəmə törəni oldu. Atam isə ona təhvil verdiyini dedi və burada öpüşüb görüşdülər və dedilər ki, artıq şirin çayları gətirin. Buradan da sizə bir ortamdan falan göstərəm. Çünki atam burada çox gözəl danışırdı. Mən bunu daha detallı sizə Instagramda paylaşacağım. Girib baxa bilərsiniz. Əslində çox həyecanlı değildim, amma sadəcə əfsanə dedim ki, gözləyim burada bir dənə prov eləyim. İki daşın arasında orada prov elədim həqiqətən də. Ondan sonra da içəri keçdim. Biraz burada başım qarışdı ki, ilk başda kimə verməliyəm çayı, amma ilk öncə bəyə verməliyəmmiş, ondan sonra o tərəfdən gəlməliyəmmiş və mən orada hər kəsə şirin çay verdim, amma qaynama verməyi unutmuşammış. Ən axırda getdim, qaynama verdim. Həqiqətən buradan çox üzüldüm, indidən deyirəm. Deməli, başlayıram burada çox rahat, çox professional şəkildə, yəni verirəm. Mən düşündüm ki, əlim ayağım əsər, nə bilim, nəysə dağıdıb eləyərəm, amma heç də, yəni çox rahat. Çünki hər kəs mənə diqqətini cəlb eləmişdi ki, bu qız əlindən onu düşürtsün, amma heç də elə olmadı. Çox sərgəli şəkildə hər kəsə öz çayını, şirin çayını servis edirəm. Burada da gördüyünüz kimi.
Burada padnosu bacım tutduğuna görə pullar götürməyi unutdu. Amma onu deyim ki, bəyimiz 150 dollar, atamız isə 100 dollar pul qoydu. Burada isə qaynatam öz şirinliyini qoyur. Təşəkkür edirəm hər kəsə. Burada ofisiantın yanına götürmək həqiqətən məni biraz utandırdı. Ki zaten gördüğünüz gibi ortam gergin ve bacım burada benim pullarımı əkişdiriyor. Kızlar tabii ki de şaka. Və artıq bəyimiz mənim barmağıma üzüyü taxır. Bu üzüyü həqiqətən də neçə gündür gözləyirdim. Çox darıxmışdım. Mən yəni öz fikrimdən almışam. Burada sağ olsunlar ki, kəlağayında qaynanam öz çinimi atır. Bildiyimiz istəmə törəni və mən də ona aldığım Tissotdan çox gözəl bir saat almışdım. Saatımızı da bəyimizin qoluna taxıram. Başlanğıcda həqiqətən səhv taxırdım. Sonra dedilər ki, belə taxmaq lazımdır. Burada əlim ayağım əsmişdi şəxsən. Çünki atamın gözü önündə etdiyim şeylər həqiqətən məni çox utandırdı, çəkinirdim. Başda atam və anam olmaqla burada hər kəs bizə xeyir dua verir. Kəmal qardaşım, bu kişinin oğlu, o kişiyə qızımı təhvil verirəm. İnşallah bu sözümü də nəsib olsun inşallah. Yəni toy günü Burada atamın yanına gəlib almalıyıb. O qədər duyğulanmışdı ki, onun duyğulanmasını görüb mən yenə duyğulanmadım. Bilmirəm artıq məndə bu göz yaşı niyə çıxmır. Burada yəni hər kəs demək olar ki, duyğulanmışdı. Sonra anneciğim geliyor, beni öpüyor və bizə çox gözəl, xoş sözlər deyirlər. Həqiqətən də təşəkkür edirəm onlara. Onların sayəsində bu qədər möhtəşəm bir süfrə açdıq. Həqiqətən restorandakı kimi oldu. Evi restorana çevirmişdik bir sözlə. Buna görə də atam və anama çox təşəkkür edirəm. Mənim həm nazım oynadılar, həm də istəklərimi ciddiyə alıb getdilər. Onlara dərin təşəkkürümü bildirirəm. Onlar olmasa bəlkə də mən bu qədər çox gülməzdim. Bəlkə də buna görə ağlamıram ki, hər şey yolundadır. Niyə də ağlayım? Düz deyilmi sizcə də? Və biz artıq digər otağa keçirik ki, yemək yeyək. Çünki acını ölmüşdü. Yəni səhər tezəndən bəri heç nə yeməmişik. Təsəvvür edin ki, burada oturmuşuq. O öz saatına baxır, mən də öz üzlüyümə baxıram. Çünki həqiqətən də əvvəlcədən alınmışdı və əvvəlcədən xəbərimiz vardı. Sadəcə olaraq bu gün qovuşduq və çox sevindik. Burada isə ortamdan biraz çəkmişik. Çünki yemək yeyirik. Təzə yenə bizi çağırırlar ki, gəlin şəkil çəkdirək. Bəzi çəkilişli kadrlarımız vardı ki, videoqrafım dedi ki, gəlmişkən bir də bunları çəkək. Burada gəlmişəm dodağımı rəngləməyə və birdən onu görüb qorxdum. Burada dayıyla biraz oynayıram, şənlənirəm, eləyirəm. Sonra burada uşaqların ortamdan falan çəkib eləyiblər. Bunlar da əynimə. Çünki biz musiqi istəyirik ki, artıq oynayaq da, batsa da, yəni bir sözlə. Burada bəyimin yanına keçirəm. Biraz dedim yemək yeyim çünki həqiqətən də çox ac idim. Dediyim kimi biraz yeyə bilmişəm. O qədər çəkilişə, xeyir-dua falan qalxdıq getdik ki, normal şəkildə yeməyimizi yeyə bilməmişdik, acmışdıq. Burada yenə söhbət edirik və burada dayım ortaya girir. Salam deyir. Digər otaqda böyüklərimiz oturduğuna görə onların yanında rahat şəkil çəkib fotosessiya eləyə bilmirdik deyənə. Bizim öz otağımızdan, şəxsi otağımızdan bilirsiniz ki, Instagramdakı videolarım demək olar ki, buradandır. Yəni öz otağımda dedi ki, fotosessiya eləyib. Bu fikirdə mənim videoqrafımdan çıxdı. Təşəkkür edirəm ona. Ümumiyyətlə heç boş durmadı. Bir saniyə belə boş durmadı. Gəldi mənə dedi ki, gəl hazır burada çəkiliş eləyək və yaxud da ki, o bir otaq boşalanarkən deyirdi ki, gəl çəkiliş eləyək. Yəni tam bir işini bacaran bir xanım idi. Həqiqətən çox sağ olsun ki, həm gözəl fotosessiyalar eləyibdi, həm də ki, vaxtının zamanını bizə çox gözəl dəyərləndirdi. Bu səbinə sağ olsun. Bizim üçün bildiyiniz işıq tutmaya çalışır ki, düzgün şəkildə olsun. İşıqlandırmamız ümumiyyətlə çox zəif idi və düşündüm ki, mən işıqlandırma falan almalıyam. Burada bəzi istəklərim var idi ki, o videoları falan çəkdik. Həm video, həm də şəkil çəkilişlərini edirdi. Burada xonçaları göstərirəm ki, heyif ki, bu şəkildə oldu. Kəşki onu salonda yerləşdirə bilsəydim, amma yer çox dar olduğuna görə olmadı. Burada qaynım da gəldi. Bərabər şəkilləri falan çəkdiririk. Bizim fotosessiyamız bitmir də bir sözlə. Gah elə, gah belə hər fasonda çəkdirməliyik ki, mən artıq o qədər çəkdirdim ki, düşündüm ki, nişana heç bir montaj, heç bir daha doğrusu poz falan qalmayacaq. Nəysə, burada yenə mən özümü çəkdirirəm. Burada isə Səbinə sağ olsun ki, biraz ortamdan bir hava göstərib ki, hamı burada məncə gözünü zilləyib ki, bu qız necə bir şeylər çəkir. Həqiqətən də ortam çox şahanə idi. Burada da keçirəm hər kəsə şniyyatımdan dağıtmağa, bir hər kəsə verdim demək olar ki. Burada da artıq ki musiqini qoşdular. Burada qaynanamla onun bacısı Ülkər xanım burada rahatlıqla bir rəqs ellər. Mən rəqs eləməyi bilmirəm. Həqiqətən də o qədər gözəl rəqs ellər ki, hər kəs. Hətta burada bəyimiz belə rəqs eləyir. Mən yenə də orada salak gibi oturub əl çalıram. Oturmuram da doğrusu, ayaq üstəyəm, əl çalıram, çaşdım. Yenə də burada alqışlayan tərəflər elə bizik. Maşallah olsun ki, onlar nə gözəl oynayır. Burada hər kəs oynamağa başladı, amma mən yenə də orada sakitcə durmuşam demək olar ki. Çünki mən Yeraz ailəsinə getmişəm.
qız getmişəm və ona görə də onlar oynamağı falan çox sevirlər. Xüsusən də yallı getməyi çox sevirlər. Hətta orada yallı da getmişlər. Sadəcə o kadrı falan çəkib göstərə bilmədim sizə. Hələ də oynamağa davam edirlər və bəyimiz mənim əlimdən tutub ki, sən də oyna falan. Mənim əlimə baxım da xahiş edirəm. Mən heç oynaya bilmirəm də, yəni belə yola vermək heç görmüşdünüz siz. Həqiqətən çox qəribədir yəni. Nəysə, yenə danışma mərasimi, onu da çəkim sizə göstərim. Sizin bu şirinlik, hər şirinliğini təbrik edirəm. Allah mehriban eləsin. Təməli möhkəm olsun. Biz valideynlər güman edirəm ki, bir daha üzr istəyirəm. Yəni sözünü sazladınız. Biz valideynlər güman edirik elə bir necə deyim, əsas da anaların üzərinə düşür. Xaridə xanım və Sevinç xanım elə bir əziyyət çəkirlər ki, güman edirəm siz birinci növbədə anaların əziyyətini yerə vurmarsınız. Biz zaten həmişə sözdə bazada olmuş adamlarıq və hər ikimiz də mən öz adımdan, öz qızımın adından yoldaşıma təşəkkür edirəm. Yəni ki, sizin də ananız təşəkkürlər düşür ki, belə bir sevinç var ki, tərbiyəli uşaqlarımız var, belə deyək də. Uşaqlarımızı tərifləmək olmasın, tərbiyəli uşaqlarımız var, amma yenə də deyirəm, sizin necə deyim, mehribansılığınız ən çox biz valideynlərin üzərinə düşür, ən çox da üzr istəyirəm, əgər icazə verirsə, Xalidə xanım müraciət edir. Ən çox da Xalidə xanım siz və mənim yoldaşım Sevinç xanım müraciət edir. Mənə elə gəlir ki, siz nə qədər mehriban olsanız, təbii ki, biz də ata olaraq, ailə başçı olaraq dəstək olacaq hazırlıqsa, yəqin ki, uşaqlar mehriban olarlar. Çox üzr istəyirəm ifadəmə görə. Hələ ki, qızım mənim evimdədir. Hər bitdiyinə görə artıq burada böyük bir işlem gedir. Hələ mən bu kiplərdən qurtulacağam deyə çox mutluyam. Qızı səbir və təmkinlə saçımdakı o rezini çarpmağa çalışır. Əslində Ehtiram bəy demişdi ki, asetonu deyir rezinə yaxınlaşdırırsınız və istərsəniz orada yəni çatlayır. Sadəcə o ərəfədə aseton tapa bilmədik. Burada o qədər rahatlandım ki, həqiqətən başım çox pis ağrıyır da. Bu arada qaşı qaldırma, yəni botoks effekti verən bir saç dartımı idi. Yəqin ki, bəzilərimiz bilər, bəzilərimiz də bilməz deyə dedim. Həqiqətən də iki tərəfindən də saçımı burada açdıq. O qədər rahatlandım ki, buruqlarım bu arada çox gözəl deyilmi? Yəni mən çox bəyəndim. Hələ də mən orada ölürəm. Və son olaraq belə də özümü göstərirəm ki, artıq əynimi falan geyindim, rahatlandım və ortamı sizə göstərirəm ki, necə qarışıqdır. Buranı yığışdırmaq var. Saçım burada çox qəribə görünmür sizcə də. Yəni gülməli idi məncə. Və qızlar, gün bitdi. Saçımın bu lakını artıq demək olar ki, yumalıyam. Kiplərim çıxacaq, makyajım silinəcək. Dəhşət, hələ bu qədər də en qədər də sabah işim var. Prakata götürüləm, aparıb verməliyəm. Oy, yorulacağım. İndi isə hələlik. Gün sonu bitdiyinə görə artıq makyajdan qurtula bilərik. Kiplərimi çıxartdım. İndi makyajımı siləcəm. Buna baxın. Ay Allah. Dekorları isə sabahlarım götürəcəklər. Biraz ortam dağınıqdır, amma sərgə salacağıq.